Xətai rayon prokurorluğunda açıq qapı günü təşkil olunub. Media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə keçirilən tədbirdə rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, vətəndaş müraciətlərinə baxılması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Sonra iştirakçılar prokurorluğun inzibati binası ilə tanış olublar. Elektron prokurorluq informasiya sistemi nümayiş etdirilib. Müasir kriminalistik avadanlıqlar və onların istintaq prosesində tətbiqi barədə geniş məlumat verilib. Prokurorluq orqanlarında həyata keçirilən islahatların mərkəzində vətəndaş məmnunluğunun yüksəldilməsi və hüquqi maarifləndirmənin aparılması geniş yer tutur və bu məqsədlə regionlarda konferanslar, eyni zamanda prokurorluğun inzibati binalarında açıq qapı günləri, medianın, qeyri-hökumət təşkilatlarının, eyni zamanda ictimai fəalların iştirakı ilə press turlar təşkil olunur. Bu tədbirlər silsilə xarakter daşımaqla gələcək dövrdə də ayrı-ayrı inzibati binalarda, həmçinin ölkəmizin regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.